Qeyd edək ki, ATƏT-in fəaliyyətində olan sədri həmçinin Bakıda olub. O, İlham Əliyevlə görüşdən fotolar yayımlayıb və paylaşımında yazıb. Bugün Bakıda Prezident İlham Əliyev və Xarici İşlər Naziri Ceyhun Bayramov ilə səmərəli danışıqlar aparıldı. Ermənistanla münasibətlərin normallaşmasına və sülhə nail olmaq üçün razılaşmalar əldə olunmasını təbrik edirəm. ATƏT sülh sazişinin həyata keçirilməsini və etimadın gücləndirilməsi tədbirlərini dəstəkləməyə hazırdır. Və məntiqli sual yaranır. Avropa İttifaqı və ATƏT Gürcüstanda kimi digər ölkələrdə antidemokratik hərəkətləri və insan hüquqlarının pozulmasını tənqid edə bilərmi? Əgər Azərbaycanda beynəlxalq insan haqları təşkilatlarının məlumatlarına görə 400-dən çox siyasi məhbus varsa və insan hüquqları və demokratiyanın təmin olunmasından danışmaq demək olar ki, mümkün deyilsə. Bu suallar cavabsız qalır əvəzində isə demək olar ki, hər ay eşidirik ki, Bakıda növbəti media orqanı bağlanır və ya Azərbaycanda jurnalistlər susturulur. Azərbaycanda media azadlığına qarşı təzyiqlər artıq sistematik xarakter daşıyır. Hökumətə tənqidi yaşanan jurnalistlər hədəf alınır. Müstəqil media qurumları isə ya bağlanır, ya da ciddi senzura ilə üzləşir. Bu cür halların davam etməsi bir daha göstərir ki, ölkədə fikir və söz azadlığına dair beynəlxalq öhdəliklər pozulur.